Анара Салаева представляет аудио учебники. Уважаемые зрители, если вам нравятся наши видеоуроки, то ставьте лайк и подписывайтесь на наш канал. Azərbaycan tarixi 5-ci sinif Rus bölməsi. Paraqraf 1. Tarix necə öyrənilir? Tarix bəşər nəslinin necə meydana gəldiyini və onun inkişaf yollarını öyrənir. Müasir dövrdə baş verən hadisələri gələcək nəsillərə ötürmək çətin deyil. Axı indi yazı var. Yazı tarixin ən etibarlı yaddaşıdır. Tarixin yazıya qədərki dövrünü isə bərpa etmək çox çətindir. Qədim dövrlərdə yaşamış insanların həyat tərzini, onların nə ilə məşğul olduqlarını tarixçi alimlər araşdırır. Onlar qədim insanların yaşadığı təxmin edilən yerlərdə, mağaralarda, dağlıq, təpəlik ərazilərdə qazıntılar aparır, insan nəslinin izlərini axtarırlar. Qazıntılar nəticəsində əldə edilən əmək alətləri, silahlar, qab-qacaq və s. sanki tarixçilər danışır. İstifadə olunduqları dövr haqqında qiyməti məlumat verir. Keçmiş zamanlar haqqında bizə məlumat verən əşyalar, əsərlər, abidələr, dəstanlar və s. tarixi mənbələrdir. Tarixi mənbələr əsasən 4 qrupa bölünür. Maddi mənbələr, insan məskənləri, oradan tapılan əşyaları, əmək alətləri, qablar, silahlar, tikililər, qalalar. Yazılı mənbələr, qaya üstü yazılar, daş kitabələr, pullar, salnaməçilərin əsərləri, kitablar, qəzet və jurnallar. Şifahi mənbələr, dildən dilə keçən əfsanələr, nağıllar, dastanlar, bayatılar, görüntülü mənbələr, fotolar, rəsmlər, televiziya çəkilişləri, sənədli filmlər. Yazı olmamışdan əvvəl qədim insanlar gündəlik həyatlarında rastlaşdıqları hadisələri qayalar, daşlar üzərində cızmışlar. Bu məqsədlə onlar müxtəlif işarələrdən və rəsmlərdən istifadə etmişlər. Beləliklə, özlərinin həyat tərzi, adətləri, məşğuliyyətləri və ətraf aləm haqqında demək istədikləri başqalarına çatdırmışlar. Qədim rəssamların əl işləri olan bu təsvirlərin xeyli hissəsi dövrümüzə qədər gəlib çatmışdır. Alimlər bu yazıların vasitəsilə keçmiş sirrini açır, qədim tarixi bərpa edirlər. Buna görə də üzərində yazı olan mənbələr yazılı mənbələr hesab edilir. Zaman keçdikcə isə əlifba meydana gəldi. Şifahi mənbələr isə xalq yaradıcılığın məhsuludur. Xalqın yaddaşında iz buraxan hadisələr ozan və aşıqların dilindən səslənmiş, ağızdan ağıza keçərək dövrümüzə gəlib çatmışdır. Dastanlar, əfsanə və nağıllar xalqın adət-ənənələri, inancı, yaşayış tərzi və qəhrəmanlıqları haqqında qiymətli mənbədir. Təxminən son 200 ildə edilən elmi ixtiralar fotoşəkillər çəkməyə, məlumatları televiziya vasitəsilə ötürməyə imkanlar yaratmışdır. Fotoşəkillər, sənədli filmlər və digər elektron vasitələr görüntülü mənbələr sırasına aid edilir. Tarixin hesablanması qaydaları. Bilirik ki, bir sutka 24 saatdır. Fevral istisna olmaqla digər aylar 30-31 gündən ibarət olur. 12 ay birlikdə bir ili təşkil edir. Bəs bu dəqiq hesablamalar necə ortaya çıxmışdır? Araşdırmalar göstərir ki, insanlar təbiəti izlədikcə zaman anlayışını dərk etmişlər. İlk vaxtlar onların ölçüsü gecə və gündüz olmuşdur. Göy cisimlərinin hərəkəti də onlar üçün maraqlı idi. İnsanlar müşahidə etmişlər ki, səmada ay tam görünür. Bir müddət sonra keçilərək yox olur. Bu hadisənin davamlı təkrarlanması və müşahidəsi bir ay zaman ölçüsünü meydana gətirmişdir.
İnsanlar ayın tam görünməsi və tədricən kiçilərək itməsi arasındakı günləri saymağa başladılar. Onlar buna ağaclar üzərinə cızıqlar çəkmək, ipə düyünlər vurmaqla hesablayırdılar. İlk vaxtlar insanlar ovçuluq və yığıçılıqla məşğul olmuşlar. Əkinçiliyin meydana gəlməsi isə insanları təbiətə daha çox bağladı. Artıq onlar fəsilləri də fərqləndirirdilər. Bu əkinçilikdə məşğul olanlar üçün çox vacib idi. Soyuq vaxtlarda deyil, təbiət isinməyə başlayanda toxum səpmək olardı. Sərt soyuqlar başlayana qədər məhz isti günlərdə ərzaq ehtiyatı toplamaq lazım gəlirdi. Zaman keçdikcə dəqiq təqvimlər meydana çıxırdı. Hazırda dünyada 2 təqvim daha geniş yayılıb. Bunlar miladi və hicri təqvimləridir. Miladi təqvimdə isə Peyğəmbərin anadan olması başlanğıc, milad hesab olunur. Hicri təqvimin başlanğıcı isə Məhəmməd Peyğəmbərin Məkkə şəhərindən Mədinəyə köç, hicrət etməsindən hesablanır. Hicri təqvimindən hazırda bəzi müsəlman ölkələri istifadə edir. Bu təqvimlərin hər biri bir eranı meydana gətirir. Azərbaycan Respublikasında miladi təqvimdən istifadə olunur. İsa Peyğəmbərə qədərki dövr eradan əvvəl, miladdan əvvəl, ondan sonraki dövr isə yeni era, miladdan sonra adlandırılır. Tarix minilliklərə, yüzilliklərə və rüblərə bölünür. Hazırda biz 21-ci yüzillikdə və deməli 3-cü minillikdə yaşayırıq. Анара Салаева представляет. Аудио учебники. Уважаемые зрители, если вам нравятся наши видеоуроки, то ставьте лайк и подписывайтесь на наш канал.